Göbələk şorbasının ən asan reseptini sizinlə bölüşürəm. Çox dadlı alınır. Bir dəfə hazırlasanız mütləq davamlı şəkildə hazırlamaq istəyəcəksiniz. Bunun üçün bizə lazım olacaq soğan, göbələk, yağ, un və qaymaqdır. Qaymaq 1 paket gedir. Göbələk isə 300 qram və yağ da 50 qram kərə yağı. İstəsə zövqə görə duru yağ da əlavə edə bilərsiniz. Birinci soğanları qovurub sonra göbələyi də əlavə edirik, qovrulur və üzərinə un əlavə edirik. Göbələk qovrulandan sonra duzunu əlavə edirik ki, sulanmasın. Onu da əlavə edib biraz qovurandan sonra suyunu əlavə edirik. Suyunu 600 ml əlavə etmək olar. Zövqə görə baxa bilərsiniz. Əgər biraz qatı olsa, durultmaq üçün əlavə etmək olar. Deməli, qaymağı da 1 paketini əlavə edirik. Sonda isə blender eləyirik. Bu da zövqə görədir. İstəyən blender etməyə bilər və yaxud da çox az blender eləmək olar. Belə dadlı şorbamız alınır. Eləyəcək olan hər kəsə nuş olsun.